Prezident administrasiyasının sabiq rəhbəri akademik Ramiz Mehdiyev barəsində irəli sürülən dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldə edilmiş əmlaki legallaşdırma ittihamları cəmiyyətdə geniş rezonans doğurub. Məhkəmənin qərarı ilə Ramiz Mehdiyev haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Baku Postun məlumatına görə xüsusilə dövlətə xəyanət maddəsi ilə bağlı ittiham ictimaiyyətdə müxtəlif ehtimalların səsləndirilməsinə səbəb olub. İddialardan birinə əsasən Ramiz Mehdiyev və onun ətrafında olan şəxslər uzun illər ərzində qanunsuz yollarla əldə etdikləri böyük maliyyə vəsaitlərini xaricdəki anti-Azərbaycan qüvvələrin və bəzi mühacir qrupların dəstəklənməsi üçün istifadə ediblər. Məlumata görə, xaricdə söyüş müxalifəti kimi tanınan qruplara bu komandanın maliyyə dəstəyi göstərdiyi, həmçinin onlara yüksək vəzifəli şəxslərlə bağlı gizli məlumatların və telefon nömrələrinin ötürüldüyü ehtimal olunur. Bundan əlavə, Rusiya xüsusi xidmət orqanları ilə yaxın təmaslar və dövlət sirrinin ötürülməsi versiyası da gündəmdədir. Politoloq Heydər Oğuz özünün Facebook səhifəsində etibarlı mənbəyə istinadla bildirib ki, Ramiz Mehdiyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patrushev ilə məxfi yazışmaları aşkarlanıb və bu, onun haqqında ağır ittihamların irəli sürülməsinə əsas yaradıb. Qeyd edək ki, tanınmış iş adamı Adnan Əhmədzadənin həbsi ilə Ramiz Mehdiyevin cinayət işi arasında əlaqə olduğu da istisna edilmir. Məlumatlara görə Mehdiyevə qarşı irəli sürülən ittihamlar məhz Adnan Əhmədzadənin istintaqı çərçivəsində formalaşıb.